xeyir, xoş gördük sizi. Artıq biber, pomidor, badımcan, bunların hamısının dəyən. Bollaşan vaxtıdır, qiyməti də uyğundur. Ona görə də qışa tədarükümüzü indidən yavaş-yavaş edə bilərik. Məncə vaxtıdır. Baxın, bu halda köməyinizə gəlmək istəyirəm və sizə bir-iki mənim bəyəndiyim soslardan və ya qışa tədarük sirlərimdən danışmaq istəyirəm. Bəlkə də bu sir deyil, amma bilən var, bilməyən var. Neysə, bölüşüm də sizlə. Görün, xoşunuz gəlir, ya yox. Xoşunuz gəlsə, siz də hazırlayırsınız. Mən sizə bir sos hazırlamaq istəyirəm. Bu sos qışda xörəklərinizin üstünə, ətin yanında və ya pizza eləyəndə və ya makaron bişirəndə üstünə verə biləcəyiniz soslardan biridir. Bizə pomidor, deyirsiniz, xanım nə iri pomidorlar götürüb. Bilirsiniz, sərfəlidir. Qabığı az çıxır, az tullantısı çıxır. İşiniz də az olur. İndi görəcəksiniz. Soğan, sarımsaq, biber olsun, ola bilər acı, ola bilər, indi hansını siz xoşlayırsınızsa, biraz acı, biraz şirin götürə bilərsiniz. Reyhan və cəfərdən istifadə edə bilərsiniz. Mən də bugün cəfəri yoxdur və mən ancaq onlardan istifadə. Bu sizin zövqünüzə baxır. Nədən hazırlamaq istəyirsiniz, nəyin tamı daha çox xoşunuza gəlir. Bəlkə sizin bu biberdən xoşunuz gəlmir, balqar biber istəyirsiniz. Onda balqar biberdən istifadə edə bilərsiniz. Deməli, çoxlarınız bilir ki, pomidorun qabığını necə soyurlar. Təkrar eləməyə məncə ehtiyacı yoxdur, amma yenə də göstərim də. Türürük bıçağı, çərtirik bunu belə 4 yerə. Əlbəttə ki, pomidorları qabaqcadan yumursuz, təmizdir və qoyuruq bunu isti suyun içinə. Bir neçə dəqiqəyə. Suya qoyanda bu hissəsini qazanın dibinə uyğun belə qoyur. Bunu hələlik isə yuxarıda qalır. Yəni, su pomidorlar böyük olduğu üçün dibinə də bata bilər, amma bu hissə daha möhkəmdir və buradan qabıq birazcık gec çıxır. Ona görə bunu aşağı qoyursunuz, bu hissəsi isə yuxarıda. İndi artıq məndə biri hazırdır. Mən onu gətirəcəyəm sizin hüzurunuza və burada onu bağışlayın, üzr istəyirəm, soyunduracağım. İndi gördüyünüz kimi bizim pomidorumuzun biri artıq çıxıb, baxın. Yaxınlaşdırım. Görürsünüz nə qədər nazik dərisi var və aşağıdan yuxarıya doğru çox gözəlcə də soyulur. Çünki o artıq bişib. İndi əgər siz hazırlayırsınızsa, adətən bilirsiniz ki, nə qədər qabıq çıxır. Gəlin, baxaq. Görək, bu qədər. Əlbəttə, soğuyandan sonra mən bu hissəni kəsəcəyəm. Hələ çox istidir. Ona görə bunu sonra çıxardırıq. Bu boyda pomidordan çıxan qabığa baxın. Nazik bir damcı. Amma burada hesab edin ki, 1-2-3 pomidor var da, əgər xırdasını alsanız. Xırdadan onun 3 qatı çıxacaqdır. Və bir gedirik qazana. Hamısını birdən atmayın. 2-3, baxın da, necə deyirlər, soydunuz, kəstiniz, atdınız. Yəni, qazanın içidən yerləşir. 2 dənə, 3 dənə, 5 dənə, çünki bunlar iridirlər. Fikir versəniz, mən lap belələrini də almışım. Biri demək olar ki 400 qram gəlir. Mən bugün bir neçə növ deməli pomidor hazırlayacağım. Bir növü təmiz pomidor, yəni ki qışda pomidor yumurta eləmək üçün, pomidor çıxırtması eləmək üçün. İkincisi isə dediyim kimi makaronlar üçün və ya pizza üçün sos kimi istifadə eləmək üçün. Və bankalarımı qabaqcadan yumuşam və səs eşitdiniz. Mikrodalğa sobada onları sterilizə edirəm. Ya qaz sobanız varsa o sobanın içinə, ya da ki mikrodalğa sobanın içinə. Mikrodalğa sobadadırsa 2 dəqiqə, qaz sobasındadırsa qoyursunuz, qalsın ta o vaxta qədər ki
sterilize olunsun. Hər halda bir 10-15 dəqiqə vaxtının sonra gedir. Və salam. Buxarın üstündə tutanda onsuz da o nəticəyə gələ bilmirsiniz. Bankaların içində mikroblar da qala bilər. Yenə də ehtiyatlı olun. Yaxşı yumaqda, necə deyirlər, fayda var. İndi deməli o ikinci sos üçün götürdüyüm soğanları, sarımsağı, biberi, reyhanı, bunların hamısını xırda-xırda doğrayacağım. İndi baxın, təmizlədim, qutardım. Bir qazan dolusu pomidorumuz var. Bunları doğrayacağım. Həmişə çalışın, əlləriniz təmiz olsun. Və daha sonra ürəyiniz istəyən ölçüdə, istəyirsiniz bu ölçüdə qoyun, bağlayın. İstəyirsiniz daha xırda. Mən bunları dörd deyəndə ki, baxın, belə iri parçalar halında qoyuram. Çünki mən bunu çiğdən bağlamayacağım. Mən bunu bişirəcəyim. Yəni, onu elə bir temperatura gətirəcəyim ki, daha sonra bankanı qoyub sterilizat eləmək lazım olmasın. Bilirsiniz ki, 80 dərəcəyə gəlib çatmalıdır bankanın içində olan ərzaqların temperaturu. Ona görə siz qaynatsanız 80-dan da yuxarı qaldıra bilərsiniz və ürəyiniz daha sakit olar ki, onun üçün də vaxtı. Görək bu lap iri pomidorun içi necə çıxacaq. Görürsünüz, bunun içindəki damar o balaca pomidorların içindəki damardan elə o boyda idi deyək. Özdə hər yerində də deyil. Əlbəttə, bu boyda pomidoru budaqda saxlamaq üçün onun içində damarı olmalıdır. O balacaların içində olan damardan danışmıram. İzzət verdi valla. Sözün düzü. Baxın, artıq pomidorlarımızı doğradı. Mən sizə onun ölçüsünü göstərmək istəyirəm. Bu sos üçün hazırladığımız pomidorlar daha xırda doğranır. Yəni ki, bu cürə qoyacağıq indi onu pişməyə. Pişməyə qoymamışdan qabaq soğanını əlavə edirik. Reyhanını və istiotunu əlavə edirik. Qızması üçün hazırladığımız sosdur. Bu da qaynadı. Üzərinə biraz duz səpəcəyəm. Ürəyiniz istəyən qədər və bankalara boşaldıb bağlayacağım. Fikir verin, mən deməli bu iri-iri doğradığım, çırıtma üçün doğradığım pomidorlar artıq qaynama nöqtəsinə gəlir və bunun üzərinə duzumu əlavə edirəm. Çox olmamaq şərti ilə. Burada duzun qədəri o qədər də sizi narahat eləməsin. Buna heç bir şey olmayacaq. Nə turşunmayacaq, nə qapağı atmayacaq. Hər şey qaydasında olacaq. Ona görə arxayınca duzunuzu ata bilərsiniz. Lakin nəzərə alın ki, duzunuz sənaye duzu yazılan duz olmalıdır və yodsuz olmalıdır. Əsas odur ki, yodsuz olsun. Yodlu olanda o bizim işimizə yaramır. Bir neçə dəqiqədə bunu qaynadırıq. Qaynadırıq deyəndə ki, termometriniz varsa ölçün. 100 dərəcəyə çatdı, deməli hazırdır. Və belə bir qıfdan istifadə eləsəniz,
daha rahat işlədə bilərsiniz. Qıraq bucağı bulamazsınız, əliniz yanmaz. Rahatça götürərsiniz və boşaldarsınız. Mən 2 bankanı doldurdum. İndi üçüncünü doldururam və bankanın tamam ağzına qədər bağlayırıq. Qabaqcadan sterilizə olmuş qapaqlarla, təmiz qapaqlarla, təzə qapaqlarla bağlayırıq. Mən neçə illərdə artıq bağlama maşınlarından istifadə eləmirəm. Ancaq bu burma qapaqlardan istifadə edirəm. Çevirirsiniz, baxırsınız. Heç bir yeri danmır və artıq sizin bunu ağzı aşağı çevirə biləcəyiniz hala gəldi çatdı. Bunu da götürürük, yenə çeviririk və ağzı aşağı qoyuruq. Bu da bizim üçüncü bankamız. Və nurcanlıqla qışda pomidor yumurtamızı yeyə bilərik. Artıq ikinci sosumuz da hazır olmaq üzrədir. Yəni qaynama nöqtəsinə çatacaq. Ona görə sarımsaqlarımızı götürürük və bir onun içine sıxacağıq. Siz istəsəz doğraya bilərsiniz. Onun içine konservant əvəzi, baxın, bir çimdik limon tuzu dökəcəm. Bu limon tuzudur, quru limon tuzu. Nə sirkə, nə esensiya tökmürəm. Bu da ona görədir ki, orada soğan var, reyhan var. Bunların hamısı sizin salatınızı xarab etməmək üçün limon tuzu atsanız çox gözəl nəticə əldə edə bilərsiniz. Və artıq boşaldıram. Bismillah. Xeyirli günlər geçdi. Siz de hazırlayın. İnandırıram ki, razı qalacaksınız. Gördüğünüz gibi ne sterilize eləyirəm, nə qazana qoyub qıynadıram. Əsas odur ki, bankalarınız təmiz olsun, qapaqlarınız təzə olsun, sterilizə olunmuş olsun və rahatlıqla bunu saxlaya bilərsiniz. Bu da üçüncüsü. Üçünü bağladım. Bu isə dükkanda satılan həmin salatdandır. Hemen bu bankaya dökeceğim. Kapağını getireyim. Artık söndürürüm. Size duru gələ bilər bu sos deyim belə. Soyanda bu bir azacıq elə bil bərkiyir. Bu da bizim günkü əməyimizin nəticəsi gözünüzün qarşısındadır. Soyuducuda saxlamaq lazım deyil. Üstünü örtüp bastırıp saxlamaq lazımdır. Çünkü biz artık bunu qaynatdıq. Vəssalam, şüd tamam. Xoşunuz gəldi? Xoşunuz gəldisə videonu paylaşın. Like edin və yenə də mənə qonaq gəlin. Mən sizi həmişə gözləyirəm. Sizə ruzu bərəkət, gözəl tətillər, özünüzü çox yormayın. Sağ olun, sağlıqla qalın. Yenə də görüşərik. Xudahafiz.